Dostlar, bugün trade'imizin bizim 4-cü gündür. 90-100 başladığımız trade'imizin, yəni 90-100 Deməli, ümumi nəticə bugün də biz 110.41 kar əldə elədik, yəni qazanc, kar. Deməli, bugün də 180-dən başlamışdıq. Dünən 108.63 tam çıxarış verdim, balansda saxladım 180. Bugün də biz 180-dən başlamışıq və bugün də biz balansda hamısını çıxarışa verəcək. İndi verməmişəm, sonra verəcəm. Çıxarışa verəcəm və sabah da 180-dən başlayacaq. Deməli, 4 gün ərzində bizdə baxırıq nədir? Deməli, 90-dan başlayıb 90-100 biz balansımızı gətirib çıxartmışıq 180-də. Yəni 90 üstünə bir dənə 90 qoymuşuq ki, biraz rahat olsun trade eləmə. Hələ ki mənə o 180-100 trade mənə bəs eləyib. İndi isə gəlin, deməli, qazancımızı qırağa atmağı təqribən nə qədər oldu? $467.88 $467 biz trade vasitəsilə qırağa atmışıq. Üstəlik də balansımızı $90 artırmışıq. Bu $90 artırdığımız $467 adiyyatı yoxdur. $467 biz trade hesabından çıxardıb qırağa atmışıq. İndi qayda var. 50%-in günlük qazancını çıxarda bilərik. Bizsə istəsə 100%-ni də çıxarda bilərik. Yəni minimal çıxardacağımız balansın 50%. Bildinizmi? Yəni ən belə az çıxartmaq istəsək, bütöv çıxartmaq istəsək balansın hamısını da çıxarda bilərik. İndi biz bunu çıxart. Yəni bu nə deməkdir? Artıq biz 4 gün ərzində nəticələrə bir diqqət yetsək, hələ ki Allahın köməyi ilə $467 kardayıq. Hələ balansımızı da 2 qat artırmışıq. İnşallah növbəti günlər trade etdikdə çəkib paylaşacağım dostlar. Sizcə belə bir 4 gün ərzində belə nəticə necədir? Öz fikrinizi yazardınız. Pisdir yoxsa yaxşıdırmı?